Bir insanın həyatda qalması üçün nə əməliyyat, nə də bahalı dərman lazımdır. Sadəcə 450 millilitrlik qan kifayət edir və bu otaqda da onlarca insan könüllü qan verir və bəlkə də təsəvvür etməzlər ki, verdikləri qan nə vaxtsa kimlərinsə həyatını xilas edəcək. Qan verən şəxslər bu otağa gələnə qədər müəyyən mərhələlərdən keçirlər. Donorlar ilk olaraq qeydiyyat masasının arxasına yaxınlaşırlar. Burada onların şəxsi məlumatları qeydə alınır. Daha sonra donorların qan verməyə uyğun olub-olmaması yoxlanılır. Burada hemoqlobin səviyyəsi və digər göstəricilər nəzərdən keçirilir. Əgər hər şey qaydasındadırsa, donor qan vermə otağına keçir. Hər il bura gəlirəm, könüllü olaraq qan verirəm. Qana ehtiyacı olan insanlar üçün. Qan vermək yaxşıdır. Qan verəndən sonra həmişə gümrah oluram. Kimlərə də mənim qanımdan istifadə olursa, Allah şəfasını versin. Hər il qan verirəm qan bankına. Çünki hər bir nəfərin verdiyi qan 3 nəfər xilas edə bilər. Bu, nə bilim, ildə bir dəfə verirəm mən qan. Bu dəfə də bir yaxın dostumun elanda xəstə görmüşdü. Cavadzadədə, urologiya xəstədir. Onunla bağlı qan vermək uyğun gördü, gəldi, verdi. Qan toplandıqdan sonra nümunələr laboratoriyaya göndərilir. Əməliyyat otağından qanlar daxil olur nümunələr laboratoriyaya və 4 infeksiya yoxlanılır ən müasir avadanlıqla. Laboratoriyada 4 infeksiyalar yoxlanılır. HIV, hepatit B, hepatit C və siflis infeksiyaları yoxlanılır. O 4 infeksiya negativ olaraq nəticə veriləndən sonra təhlükəsizlik sertifikatı verilir. Son illərdə donorların sayı nəzərə çarpacaq dərəcədə artıb. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il fərmanı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tabeliyində Respublika Qan Bankı publik hüquqi şəxsi yaradılmışdır. 2023-cü ildə donor sayı 93 min olsa da, 2024-cü ildə bu 124.148 donor sayı müşahidə olunmuşdur. Əsasən bizim gün ərzində talasemiyalı uşaqlara, hemofiliyalı uşaqlara, eyni zamanda Milli Hematologiya və Transfuziyalar Mərkəzində müalicə alınan qan xəstəliyinin əziyyət çəkən vətəndaşlarımıza davamlı surətdə qan komponentləri buraxılır. Qarabağda da Respublika Qan Bankının regional bölməsi yaradılacaq. İşçilər isə elə Qarabağda məskunlaşan şəxslər olacaq. Qarabağ iqtisadi zonasında, eyni zamanda Zəngəzur iqtisadi zonasında da tibb müəssisələrinin yenidən qurulması prosesi həyata keçirilir və qan və qan komponentlərinin həmin ərazidə təmin olunması istiqamətində, həmin tibb müəssisələrində qan banklarının yaradılması gələcəkdə nəzərdə tutulur ki, orada məskunlaşan, yaşayan əhalimizi normal şəkildə qan və qan komponentlərindən təmin edək. Bugün atılan addımlar, qurulan qan bankları gələcəyin sağlam nəbzidir. Könüllülərin verdiyi qan Qarabağ və Zəngəzurda yeni bir həyatın, yeni bir başlanğıcın simvoluna çevrilir. Ləman Abbaslı, Səfər Nəzirov, İTV Xəbər.